nəfər belə şəxsi dəvətliniz olsa, siz 2 manatı kabinetdə görürsünüz. Sizin şəxsi dəvətləriniz 10 nəfər olsa 20 manat pul mükafatı olur və bunu ayın sonunda alırsınız. Kabinetdə nə maaşınız varsa, hər birisini onların kabinetdə görürsünüz və ayın sonunda kart vasitəsilə nağdlaşdırırsınız. Misal üçün, may ayı 31 gündən idi, 31-i maaş günü idi, 30-u sonuncu gün idi. İndi 29-u, iyun ayının 29-u sonuncu gün olacaq, 30-u maaş günü olacaq. Və elə həmin gündə hər kəsin gəliri kartına köçürülür. Heç bir gecikdirmə olmadan, heç bir bəhanə olmadan, nə desək, gəliriniz birbaşa kartınıza göndərilir. Hər şey şəffaf şəkildədir. Sayta daxil olacaqsınız qeyddən keçəndən sonra. Orada komandanızı, referal ağacınızı, əlavə olaraq komandamızda yeni neçə nəfərimiz var, şəxsi neçə dəvətliniz var. Onların pul mükafatları, maaşları, komandamıza yeni üzvlər gələcək. Siz dəvət eləməsəniz belə komanda tərəfindən dəvətlər gələcək. Siz artıq başlayacaqsınız qazanc daha çox artmağa, daha çox qazanc əldə etməyə və dəvətsiz qazanmaq da belədir ki, sizin şəxsi dəvətləriniz yoxdursa, komanda sayəsində dəvətli olursunuz, single-da düşür. Ona əsasən qazanc əldə edirsiniz. Yəni mən bu işdən hər zaman deyirəm ki, düzgünlük ən öndə olan nüanslardan biridir. Əgər düzgün şəkildə çalışırıqsa, işimiz daimi şəkildə olacaq. Şükür Allaha ki, bu vaxta kimi heç bir kəs deyə bilməz ki, mənim 1 manatım orada qaldı, mənim 1 manatım verilmədi. Hətta bizim bildiyimiz halda ki, həmin partnyor artıq burada fəaliyyət göstərmək istəmir, getmək istəyir və s. Onun belə hər zaman gəlirini vermişik. Yəni, heç kəsin heç vaxt 1 manatla haqqını belə kəsməmişik. Kabinetə nə gəlir varsa, hər zaman göndərilir. Bunu bir balaca araşdırma eləsəz, hər yerdən görə bilərsiniz ki, artıq biz 3 ildən çoxdur fəaliyyət göstəririk və hər kəsdə necə lazımsa gəlirin vermişik. Əgər biz düzgün şəkildə fəaliyyət göstərməsək, əgər biz düzgün olmasaq, əgər biz düzgün şəkildə inkişaf eləməsək, bu zaman bizim bu qədər uğurumuz olmaz. Biz davamlı şəkildə olmarıq, özünüz bilirsiniz və bunun çoxu şahididir ki, bir çox şirkətlər açılır ki, hansı ki 1 ay, 5 gün, 10 gün, heç 1 il belə gedib çıxa bilmirlər. Çünki onlar yalancı, fırıldaqçı şəkildə fəaliyyət göstərirlər. Deməli, burada qazananlar var ki, deməli, burada çoxlu şəkildə xanımlar qazanır ki, bu şirkət davamlı şəkildə gedir və hər kəs də burada qazanır. Zarafat deyil, o qədər gəlirləri qazanmaq. Bu dəqiqə heç mən qoyuram adi işlər. Dövlət üçün işləyən xanımlar var ki, günlərlə əziyyət çəkirlər, bütün gün işləyirlər, çalışırlar. Onlar nə qədər pul qazanmaq üçün bütün günlərini sərf edirlər.